Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də olan box modeli haqqında danışacağıq. Qutu modeli deyə bilərik buna tərcümədə və bunu sizə nəzəri formada izah etmiş olacağam. Təbii ki, burada margin nədir, padding nədir, border nədir, content nədir? Bu kimi belə deyək də anlayışları sizə nəzəri olaraq izah edəcəm. Yəni biləcəksiniz ki, artıq bunlar nə deməkdir və bir sonrakı dərsimizdə isə bir box modeli praktika etmiş olacağıq. Yəni praktik olaraq padding, margin və sair border falan vermiş olacağıq. Deməli, indi bu dərsimiz dediyim kimi nəzəri dərsdir. Sadəcə index.html və stil.css sadəcə var burada. Bunların içərisində bir kod yazmayacağıq. Burada şəkillərimiz var image folder içərisində. Bunları sizinlə paylaşacağım. Dərs altından yükləyə bilərsiniz. Baxın, birinci şəklimiz budur, ikinci şəklimiz də budur. Daha doğrusu bunların yerlərində gəlin dəyişək, bu formada olsun. Gəlin ilk öncə bu şəkildən izah eləyim. Bunu da biraz sağa gətirək. Sonra necə axtarış eləyib öyrənə bilərik, onları da göstərəcəm sizə. Baxın, bu şəkil üzərindən izah etdiyimiz zaman fikir versəz burada 4 komponent var deyə bilərik də. Content var, padding var, border var, margin var. Bu box modeli formalaşdırır. Yaxşı, əsas sual, box model özü nədir? Baxın, biz CSS-də belə deyək də, daha doğrusu CSS kodlarını düzgün tətbiq edə bilmək üçün biz box modeli də bilməliyik. Və ya dizaynı da deyə bilərik. Dizaynı düzgün tətbiq edə bilməyimiz üçün, daha yaxşı dizayn hazırlaya bilməyimiz üçün və ya strukturlu dizayn hazırlamaq. Yəni çox demək olar bunu. Box model bizim işimizi çox rahatlaşdırır. Necə rahatlaşdırır deyə bilərsiniz. Baxın biz bilirik ki, zaten başdan bunu bilirik, öyrənmişik. CSS-i HTML təqlərinə biz tətbiq edirik və onlara dizayn veririk. Təbii ki, HTML strukturu da müəyyən bir belə deyək də sistematika ilə qurulmuş olur. Əsas məsələ odur. Həmən o sistematika ilə qurulmuş HTML strukturunu biz CSS-lə daha belə deyək də yaxşı formaya gətiririk, dizaynlı formaya gətiririk. Bu zaman box modelin bizə çox böyük üstünlüyü var. Nə demək istəyirəm? Baxın. Burada content hissəsi var. Şəkil üzərində izah edeyim, sonra belə də göstərəcəm. Digər yazılı formada da göstərəcəm və bir sonraki dərsimizdə praktik edəcəyik. Content hissəmiz var burada. Bu hər hansı bir şey ola bilər, yazıdır, hər hansı bir elementi və s. götürmək olar. İndi yazı üzərindən gedək də biz. Baxın. Bu content hissəsi, baxın, bunun sərhədləri qırmızı ilə göstərilib, elə deyil. Bundan hara qədər olan məsafə border. Borderdə kənar sərhəd kimi qəbul etmək olar. Sarı hissə nədir? Kənar sərhəd, elə deyil. Kənar sərhədlə content arasında qalan məsafə padding adlanır. Baxın, margin ilə padding biraz qarışdırılır. Padding iç ölçülərlə oynamaqdır, belə demək olar, iç boşluqlardır. Yəni borderlə bu məlumatın öz içində real dünya örnəyi də verəcəm sizə. Margin isə borderlə kənar dünya örnəyi arasındadır. Yəni məsələn eyni tipli bir elementdir, bir dənə elementdir. Digərinin arasında margin ola bilər. Təbii fərqli element ola bilər. Biri div olar, başqa bir element olar. Onlar arasında margini biz təyin edə bilərik. Amma padding isə bu elementin öz daxilində olur. Örnək verək gecikmədən. Baxın, bu box modeli bir otağa bənzədə bilərik. Otağa bənzədə bilərik. Bu otağın divarları var. Divarlara biz border deyə bilərik. Divarlara border dedik, baxın. Otağın içərisində də əşyalar var, elə deyil. Həmən əşyalara da biz content deyə bilərik. Baxın, bu contenti deyə bilərik. Biraz sərgəst seçdim, baxın bunu deyirəm. Content deyə bilərik. İndi həmən o otağın divarı ilə əşyalar arasında olan məsafə ki var, biz onu padding deyəcəyik. İç ölçülərdə fikir verin. Çölə evin bayırına çıxmadı ki və ya otağın kənarına çıxmadı ki. Divarla əşya arasında. Bax, divarla əşya arasında. Biz əşyanı divarın düz dibindən də yerləşdirə bilərik. Biraz uzaqlaşdırıb bu bir tərəfdən də yerləşdirə bilərik. Təbii ki, çox keçsə gedib o bir tərəfə edəcək. İndi orasına qədər deməyək də. Yəni nəticədə nə oldu? Divarla əşya arasında qalan məsafə padding oldu. İç ölçülərdir bu. Amma margin isə bu otağın digər otaqlarla arasında olan məsafədir. Və ya hər hansı bir kənar mühitlə və ya hər hansı bir evi götürə bilərsiniz. Bir evin digər evlə, digər ağacla və s. nə ilənsə arasında olan məsafə isə bu isə margin adlanacaq. Kənar ölçülərdə fikir verin. Ümid edirəm ki, başa düşdünüz. Bu otaq örnəyi məncə yadınızda saxlasaz sizə kifayət eləyəcək. Bu formada nəzəri bir məlumat verirəm ki, məlumatınız olsun. Dediyim kimi bir sonraki dərsdə daha aydın formada başa düşmüş olacaqsınız. Sonra bu şəklə baxdığımız zaman biraz yaxınlaşdıraq. Baxın, bu şəklə baxdığımız zaman margin kənarlarda verilib, ən kənarda verilib. İndi məsələn, burada hər hansı bir element olsa, burada olsa, bunun arasında olan margin olacaq. Border isə fikir verin, qalın verilib indi burada. Border bu hissədir. Padding hissəsi
borderlə haradır? Content arasında olan hissədir. Baxın, fikir verin, contentlə border arasında olan hissə paddingdir. Amma borderin kənarı isə margin adlanacaq artıq. Aydındır? Buradan da baxa bilərsiniz. İndi araşdırma eləsəz əgər, baxın, bu formada box model in CSS və s. kimi araşdırmalar eləsəz, çoxlu məlumatlar çıxır. Mən W3 School üzərindən göstərirəm sizə. Bura daxil olsaz əgər, baxın, bura daxil olsaz əgər, belə bir səhifə qarşılayacaq sizi və burada da yazılı məlumatlar verilib. Əgər ingilis dilində çətinlik yaşayırsınızsa, bu extensiondan baxın, bu formada seçib tərcümə edib oxuya bilərsiniz. Burada da verilibdir eyni formada. Contentdir, paddingdir, borderdir, margindir. Burada da yazılı məlumatları verilibdir. Content nə üçündür? Nədir daha doğrusu? Padding nədir? Border nədir? Margin nədir? İndi mən daha başa düşülən formada sizə izah etməyə çalışdım ki, sizdə bir fikir formalaşsın. İndi bir sonraki dərsimizdə gəlin bunları praktik edək. Orada da həm nəzəri, həm də praktiki məlumatlar sizə təqdim etmiş olacağam. Bu dərsimizdə bu qədər. Ümid edirəm ki, box modeli haqqında sizdə bir fikir formalaşdı. Bir sonraki dərsimizdə bunu praktik etmiş olacağıq. Növbəti dərsdə görüşək.